Siyasi mövzular və biraz da dini mövzulara çox getmirəm. Düzdür, biz axırda, verilişin axırında həmişə ənənəvi olaraq ölüm mövzusuna toxunuruq. Ən maraqlı yerlərdən biri ki, olan hərəsinin müxtəlif fikirləri var. Amma hansı sualı ünvanlayırsan ölümlə bağlı? Həyat nədir və ölüm nədir? Mütləq şəkildə sonda ölüm nədir sualına bitməlidir. Və ölümün müxtəlif cavablar alıram. Heç olubmu efirdə özün cavablandırasan ölüm nədir? Yox. Yekunlaşdırmaq üçün bizim də elə verilişimizin sonuna gəlib çatmışıq. Gəl zəhmət olmasa özün də cavablandır və verilişimizi. Düşünürəm ki, mən bu mövzuya çox hazır deyiləm, amma mən fikrimlə razılaşan bəzi adamlar da var və fikirləşirəm ki, bu belə olmalıdır. Ölüm, o Yıldız Kəntərin bir filmi var, Xanım filmi, çox gözəl bir filmdir. Orada bir söz deyilir, ölüm deməli bir evdən digər evə keçişdir əslində. Belə bir sözdür. Yəni, mən fikirləşirəm ki, ölüm faktoru belədir ki, sən yuxudaydın, ayılırsan. Mütləq şəkildə. Yəni, ölümdən sonraki həyat. Bax, bəzi adamlar deyir ki, mən Allaha inanıram. Amma mən, məsəl üçün, deistəm, tutaq ki, deyir. Və yaxud da ki, mən ahirətə inanmıram. Yaxşı, bax, Allaha inanıram, ahirətə inanmıram. Onda Allahla görmürsənsə və o görüşü də planlamırsansa, da onda yəni Allaha niyə inanırsan ki onda? Əgər öldün, bitdi hər şey, onda Allaha niyə inanırdın? Və bu mən həmişə fikirləşirəm ki, bu adamlar, bunu deyən adamlar çox məntiqli adamlardır, dünya görüşdür. Sən bu həyatın mütləq şəkildə davamı olmalıdır. Ona görə də mən bilirəm ki, yəni insanlar o bilgi verilməyib da, deyirlər o müəyyən beynimizin müəyyən hissəsi işləyir və bu ölüm faktoru bir an içində necə ki biz doğuluşumuzu bilmirdik, amma öləndən sonra müxtəlif bir keçiş var, hansısa bir həyata keçiş var və təbii ki, bu həyatda o deyirlər, məsəl üçün, o bərzah aləmi, bəzi şeylər, mən fikirləşirəm ki, insanlar əməlinə görə də qiymətləndirilməlidir. O deyir, bax, sənin filan adamda haqqın qalıb. Sən o dünyaya inanmırsansa, o adamla haqqın sən necə olacaq? Sən onu haqlı həll eləməmsən, məsəl üçün. Qul haqqı deyilən bir şeylər var. Ona görə də ən mənə gəlir bu maraqlı tərəf o tərəfdir. Həyatın o bir tərəfidir. Ən maraqlı tərəf o tərəfdir. Mütləq şəkildə. Çünki biz orada hətta dini kitablarda belə bir şey var ki, heyrətdən heyrətə bir şeylər var ki, yəni sən ağlına gəlməyəcəyin bir mühitdə olacaqsan. İndi bəzən dini çox təhrif edənlər var və yalançı formada nağıllar uyduranlar var. Amma axirət haqqında bizim heç bir bilgimiz ola bilməz. Çünki bu mənə gəlir ki, bir sirdir. Bu sir də biz öldükdən sonra çözüləcək. Hətta yuxu faktoru var, yuxu. Yuxular görürük. Bu yuxular mənasını çözən adam var, tam dəqiqliklə çözmürlər. Yuxuda gördüklərimiz də flaşka şəklində bizə veriləcək və onu nəyə görə biz elə görmüşük, olan da mənası olacaq. Mən buna inanaram, yox, mən buna əminəm. Təşəkkür edirəm. Gəldiyin üçün çox minnətdaram. Çox sağ olun. Maraqlı veriliş alındı. Və sonda qısaca istəyərdim səndən bir televiziyaçı olaraq 20 illikdə artıq fəaliyyətin var. Ekran arxasından bizi izləyənlərə nə tövsiyə edərsin? Tövsiyələr. Mən verilişimin axırında da bu söhbət var, tövsiyə etmək. Bəzi adamlar deyir ki, biz tövsiyə verməli deyilik, düzgün deyil tövsiyə eləmək. Amma mən tövsiyə belədir ki, düzdür, qulaq səs deyir ki, mən tövsiyə vermirəm, qoy cavanlar nə istəyirlər eləsinlər. Çünki biz də cavan olanda hər şey eləyirdik. Amma deyir, biz indi onlara məhdudiyyət qoyuruq. Mən fikirləşirəm ki, bəzən həqiqət də var. Mənə gəlir ki, 20 yaşında adam, gənc, 44 yaşındakı, deyək ki, Vasif Ayan qədər o fikirdə olmayacaq da, Urvin deyək də, o səviyyədə olmayacaq. Mən də bəlkə 20 yaşında elə deyildim, təbii ki. Zamanla özünü yetişdirməlisən. Ona görə fikirlə, gənclərə məsləhətim, tövsiyəm daha çox olardı ki, kitab mühitində daima olsunlar, teatrlar və bu mühitdə ədəbi camiədə olmaq şərtdir. Yəni, insanın formalaşmağı lazımdır. Sənin dünya görüşün olmalıdır ki, sən cəmiyyətdə özünü idarə edə biləsən. İxtisasından gördüyü işdən asılı olmayaraq. Asılı olmayaraq, əlbəttə ki. Yəni, həyatı biraz mənalı yaşamaq üçün mütləq bu mühitdə olmaq lazımdır. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun.